Yine Ebu Hureyre'den, Allah ondan razı olsun, rivayet olunan hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah təbaraka ve teala belə buyurdu. Yani hədis qüdsi hədisdir. Allah buyurur ki, mən şirkə ehtiyacı olmayan birisiyəm. Kim bir əməldə başqasını mənə şərik qoşarsa, onu da, şirkini də tərk edərəm. Hədisi İmam Müslim rivayet edir. Allah təkdir, tək olaraq ibadətə layiqdir. Yerlərin, göylərin içində olan Rəbbi Allahdır. Deməli, ibadətə layiq olan da kimdir? Allahdır. Allahın heç kəsə ehtiyacı yoxdur. Allahın şəriklərə ehtiyacı yoxdur. Allahın yardımçılara ehtiyacı yoxdur. Bu hədis göstərir ki, Allaha şərik qoşmaq necə də pis bir əməldir. Və Allaha şərik qoşan bilsin ki, Allah onu da şirkini də tərk eləyər. Başqa bir hədisdə nə deyir? Allah Resulü sallallahu aleyhi ve sellem. Allah Resulü buyurur ki, sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Deyirlər ki, وَمَا الشِّرْكُ الْأَصْغَرِ Ey Allahın Resulü, kiçik şirk nə olan şeydir? Deyir ki, riya, riyakarlıq. Bundan qabaqəsi nədir? Deyir kim bir əməldə başqası mənə şərik qoşarsa, onu da şirkini də tərk edərəm. Məsələn, burada nə deyir? Deyir ki, sizin üçün ən çox qorxduğum nədir? Kiçik şirkdir. Nədir o? Riya, riyakarlıq. İnsan bir əməl edir. O əməldə nəfsini Allaha şərik qoşur. Qoy görsünlər, desinlər ki, maşallah nə gözəl Quran oxuyur. Nə gözəl azan verir. Maşallah səxavətlidir, sədəqə verir, zəkat verir, kasıblara kömək edir və s. və ilaxır. Təriflənməyə xoşlayır. Bax, riya budur. Bir əməl edir, lakin əməldə öz nəfsinin payı daha çoxdur. Bütün əməllərində riya olsa bu kimdir? Bu artıq xalis münafiqdir. İndi insana bir əməldə riya gələ bilər, o ilə mübarizə aparmaz. Təbii riya hansı əməldə varsa onu neyinir? Puç edir, bat edir. Deyir ki, sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Nədir o ey Allahın Resulü? Deyir, ər-riya. Deyir, qiyamət günü Allah Taala o riyakarlara deyəcək, onlara mükafat və insanlara mükafat verib cəza verdiyi bir gündə Allah Taala riyakarlara deyəcək ki, gedin kimin üçün bu dünyada özünüzü göstərmişsinizsə, gedin onların yanına, öz mükafatınızı onlardan istəyin. Görün, onların yanında bir mükafat, cəza tapacaqsınız. Tapacaqlar? Xeyr. Məlik yevmiddin kimdir o gün? Allahdır. Deməli, mükafatlandıran da Allahdır, əməllərə görə cəzalandıran da Allahdır. Və ona görə bilmək lazımdır ki, Allah şərik qoşmaq ən böyük günahdır. Ən böyük zülümdür. Bu istəyir kiçik şirk olsun, istəyir böyük şirk olsun, fərqi yoxdur. Lakin böyük şirklə kiçik şirkin fərqi odur ki, böyük şirk insanı kafir edir, əbədi cəhənnəmə salar və bütün əməlləri puç edər. Lakin kiçik şirk odur ki, insanı əbədi cəhənnəmdə saxlamır və bütün əməlləri puç etmir. Hansı əməldə varsa o əməli puç edir. Hər bir halda kiçik şirkdən böyük günahlardan biləsən. Çünki şirkdir. Allah da şirki heç kəsə bağışlamır. İnna Allaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah şirki heç kəsə bağışlamaz. Ondan aşağı bütün günahlar istədiyinə bağışlayar. Və bütün peyğəmbərlərin gəlmə səbəbi, kitabların göndərilmə səbəbi məgər tək bir Allah ibadət deyilmi? Şirkdən insanları çəkindirmək deyilmi? Əlbəttə, vallahi elədir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Bütün rəsulların göndərilmə məqsədi, qayəsi tövhid olub və insanları şirkdən çəkindirmək olub. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ Biz hər bir ümmətə Allaha ibadət edin, bütlərdən çəkinin deyən rəsullar göndərdik. وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ Sənə və səndən öncəki rəsullara, peyğəmbərlərə belə vəhy etmişdik. Əgər Allah şərik qoşsan, bütün əməllərin puç olar və sən ziyan çəkənlərdən olarsan. Yəni, qiyamət günü zərərə uğrayarsan, xusrana uğrayarsan, ziyan çəkərsən. Deməli, hətta Allah peyğəmbərlərini belə hədəliyib. O ki, qala biz, sıravi bir insanlar. Ona görə insan ibadətin hansı növü olursa olsun, onu Allahdan başqasına yönəltməməlidir. O əməldə başqasına Allah şərik qoşarsa, vallahi Allah ondan qəbul edəməyəcək. Allahın da olsun qəbul edəməyəcək. Onu peyğəmbərinə deyir, sənin əməllərin puç olaraq gəl mənə şərik qoşsa. O ki, qaldı sən, mən. Hansı növ ibadət olursa olsun. Dua.
Dua belə Allahdan başqasını, qardaşım, çağırmaq olmaz. Qəbirlərə gedib onları çağırmaq olmaz. Övliyaları, ocaqları, nə bilim, dağları, daşları, mələkləri, cinləri, peyğəmbərlər, salihlər, mələklər, onları çağırmaq olmaz. Yarhamukallah. Olmaz. Dua Allaha aiddir, ibadətdir. İbadətdirsə kimə məxsusdur? Kimə olmalıdır? Allah olmalıdır. Onu deyəndə bəzi insanlar qəzəblənir. Qardaş, mən övliyaları təhqir eləmirəm ki. Salihləri, peyğəmbərlər, mələklər. Əsla biz iman gətirmişik. Peyğəmbərlərə, mələklərə, düzdürmü? Axirət günün Allaha. Biz o salihləri, başda peyğəmbərlər olmaqla, salih insanlar, mələklər, biz onları sevirik. Onları sevməklə Allaha yaxınlaşırıq. Lakin bu demək deyil ki, ibadətləri onlara yönəltməliyik. Biz insanlara bunu başa salırıq ki, bax, tövhid budur. İbadətdirsə xalis Allahın haqqıdır. Allahdan başqasına yönəlsən, şərik qoşmuş olursan. İstər zahiri əməllər olsun, istər qəlb əməllər olsun. Fərq etməz. Fərq etməz. Və aleyhi fətəvəkkəlu in kuntum mu'minin. Əgər möminsinizsə, yalnız Allaha təvəkkül edin. Deməli, etimad kimə bəslənməlidir? Allaha təvəkkül edirəmsə, Allaha təvəkkül eləməliyəm. Hətta qəlb əməlləri belə fərq etməz, zahir əməllər olsun. Namaz. Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alemin la şərikə ləhu. Və bizəlikə umirtu və ənə əvvəlil muslimin. De, ey Muhammed, de. De, namazım da, ibadətdir yoxsa yox. Qurbanım da, ibadətdir. Həyatım da, ölümüm də, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Onun heç bir şəriki yoxdur və mənə bu əmr olunmuş və mən də ilk müsəlmanlardanım. Qurtardı, getdi. Hansı növ ibadət olursa, istəyir qəlb əməlləri olsun, təvəkküldür, Allaha ümid bəsləməkdir, düzdürmü? Allaha sığınmaq, Allahı sevmək, qorxmaq, bunlar hamısı Allaha aiddir. Allahla yanaşı heç kəsi sevə bilməzsən eyni səviyyədə. Bəli, bəşəriyyəti sevmək var, lakin Allah sevgisi üstün ola bilməz. Üstünürsə artıq Allah şərik qoşmusan. Bəli, təbii halda qorxa bilərsən, düşməndir, vəhşi heyvandır, kimdirsə qorxa bilərsən. Lakin Allahdan qorxduğun qədər olmamalıdır. Varsa artıq nədir? Allah şərik qoşmusan. Təzim, Allahla yanaşı heç kəsə təzim edə bilməzsən Allah qədər. Hörmət var, izzət var, təqdirə qoyuruq insanları. İstəyir bu salihlər olsun, istəyir valideynlərimiz olsun, fərq etməz. Lakin təzim, Allah qədər heç kəsə təzim edə bilməzsən. Biz bunu deyəndə bəzi insanlar qıcıq olur. Elə bir biz övliyaları inkar edirik. Peyğəmbərlər olsun, imamlar olsun, nə bilim, salihlər olsun. Xeyr, biz onları sevirik. Biz onlara hörmət qoyuruq, lakin ibadət Allaha məxsusdur. Qurtardı, getdi. Allahla yanaşı kimisə çağırmağın vallahi faydası yoxdur. Bunu Allah kitabında deyir. Bunu Allah kitabında neçə yerdə deyir. Cin surəsindəki ayə, qardaş xatırlat. Həqiqətən məscidlər Allaha məxsusdur. Allah nəşəş kəsi çağırmayın. Və ya Araf surəsində İnnellezine ted'un min dunillahi ibadun emsalukum. Allahdan başqa dua edib çağırdıqlarınız sizin kimi qullardır. Peyğəmbərlər olsun, salihlər olsun, mələklər, cinlər olsun, sizin kimidir qullardır. Fəd'uhum felyestecibu lekum in kuntum sadiqin. Əgər doğru danışırsınızsa, onları çağırırsa cavab versinlər. Cavab verəcək, vallahi cavab verməyəcəklər. Allahla yanaşı dua etdikləriniz bir qitmirə belə sahibdirlər. Qitmir nədir? Xurmanı yersən, orada bir pərdəcik var. Çərdəyindəki pərdəcik. Ona belə sahibdir. Gör nədir? Adi bir şeydir. Yediyin bir şeyin içində bir dənə belə pərdəcik, xurmanın çərdəyində. Ona belə sahib deyirlər. İn təd'uhum la yesma'u duaakum. Dua etsəniz duanızı eşitməzlər. Və lav semi'u mestecabu lakum. Eşitsələr belə, fərz edək ki, eşitdilər, cavab verən deyirlər. Və yevməl qiyaməti yakfuruna bi şirkikum. Və qiyamət günü də bu şirkinizi sizə inkar edəcəklər. Deyəcək, mən sənə deməmişdim, Allahla yanaşı mənə dua elə. Niyə dua eləmirsən? Məgər mən eşidirdim. Eşitsəm də belə sənə cavab verə biləcəkdim ki, istədikləri sənə verə biləcəkdim ki, xeyr, mən artıq yoxam, ölmüşəm. Mənə dua etməyin bir mənası yoxdur. وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُ مِنْ دُونِ اللّٰهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ. Əhqaf surəsindəki ayə ilk ayələrdir. Deyir, وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُ مِنْ دُونِ اللّٰهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ. Qiyamət gününə qədər ona cavab verməyənlərə, dua edənlərdən daha azğın kim ola bilər? Halbuki onların duasından bunlar nədir? Qafildirlər.
Və izə huşirən-nasu kanu lahum a'da'an və kanu bi'ibadətihim kafirin. Və qiyamət günü insanlar həşr olduqları zaman onların şirklərini onlara inkar edəcəklər. Onlara düşmən olacaqlar. Gecə sənə mən demişdim mənə ibadət elə. Sən niyə mənə ibadət eləmirsən? Niyə məni çağırmırsan? Mən buna qadir deyiləm cavab verməyə. Sənin ehtiyaclarını ödəməyə qadir deyiləm. Allaha qoyub mənə niyə dua etmirsən? Sizdən zalim olan yoxdur. Ən böyük zülmdür. Həlakətici günahdır vallahi. Necə ki hədislərdə də var. Elə ayət-hədislər çoxdur tövhidlə, şirklə bağlı, təhlükəsi ilə bağlı şirkin. Nə deyir Allah Resulü sallallahu əleyhi və səlləm? Deyir sizə böyük günahlar içərisində ən böyüklərindən xəbər verirmi? Təsəvvür et, böyük günahlar içərisində ən böyüklərini. Deyəndə buyur ey Allahın Resulü nə deyir? Əşşirku billah, Allaha şərik qoşmaq. Başqa bir hədisdə deyir ki, sizə həlak edici 7 günahı bildirimmi? Birinci hansını söyləyir? Əşşirku billah, Allaha şərik qoşmaq. Loğman, hikmətli Loğman öz övlada nə tövsiyə etdi? Ən birinci. Ey övladım, ey oğlum, Allaha şərik qoşma, innə şirkə ləzulmun azim. Allaha şərik qoşmaq ən böyük zülmdür. Bax, bugün biz öz övladlarımıza ilk olaraq bax, bunları öyrətməliyik. Tövhidi və şirkin zərərini. O bilməlidir ki, Allahla yanaşı heç kəsə dua etmək olmaz. İbadət eləmək olmaz. Çünki yaradan da, öldürən də, dirildən də Allahdırsa, bizi ruziləndirən, bütün kainatı idarə edən Allahdırsa, deməli, ibadətlər kimə yönəlməlidir? Allaha. Allah kitabında müşriklərə belə xitab eləmirmi? Buna deyirlər rububiyyət tövhidi. Bu, rububiyyət tövhididir bu hissəsi. Yəni, diriltmək, yaratmaq, ruzi vermək, idarə etmək, kainatın sahibi, bu rububiyyət tövhididir. Allah bu məxluqatın Rəbbidir. Allah da necə deyir ki, ey müşriklərə xitab edəndə, onlardan soruşsan ki, göyləri, yeri kim yaratdı, deyəcəklər Allah. Ruziləndirən kimdir, deyəcəklər Allah. Düzdür, ölüdən diri, diridən ölü çıxardan kimdir? Deyəcəklər Allah. Deyir, ilahümmə Allah. O zaman Allahla yanaşı başqa ilah varmı? Yoxdur. Məgər bunları Allah edirsə, mən niyə başqasına şərik qoşmalıyam Allaha? Düzdürmü? Allah belə xitab edir onlara. Rububiyyət tövhidini onları xatırlatmaq, onları hansı tövhidə yönəldir? Uluhiyyət, ubudiyyət, ibadət tövhidinə ki, madam sən qəbul edirsən ki, Allah hər şeyə sahibdir, bu kainatın, kövünün Rəbbi Allahdırsa, yaradan, dirildən, xəlq edən, ruziləndirən və s. O zaman Allahla yanaşı o bütlərə niyə ibadət edirsiniz? İstəyir qəbirlərdən ibarət olsun, istəyir əldə düzəldilmiş bütlər olsun, istəyir günəş, ay, ulduz olsun, fərq etməz. Və insanlar olsun, mələklər, cinlər, peyğəmbərlər və s. Görürsən, ona görə tövhid ən birincidir və həmçinin bu həyatdan sonuncu etdiyimizdir. İnsan bu dünyada tövhidlə başlamalı, həyatın sonuna verəndə tövhidlə. Nə xoş insanın halına ki, tövhidlə başlayır və ölməmişdən qabaq da o şəhadət kəlməsini deyir, bu dünyadan köçür. Vallahi nə xoş o insanın halına, Allah bizi onlardan eləsin.